Sözün açığı birinci onu deyim ki e, bu komandaların səhv eləmirəmsə artıq 5-ci dueli idi bu mövsüm və demək olar ki bütün qarşılaşmalarda çox cəlb edici futbol adına yüksək tempin olduğu, yüksək ustalığın olduğu oyunlar izləmişik və bu son qarşılaşma da elə həmin oyunlardan biri idi. Burada əsas məsələ məncə oyundan çox, hər iki komandanın göstərdiyi oyundan çox hakim qərarları oldu ki, yəni oyunun önünə keçdi bu qərarlar. Hansı ki, heç kim oyundan danışan adam tapa bilməzdi də oyundan sonra. Hər kəs bu qərarlardan danışırdı və sözün açığı müxtəlif reaksiyalar var bu hakim qərarlarına. Sadəcə olaraq mən şəxsən öz adıma bildirmək istəyirəm ki, nə qədər çalışırsan ki, obyektiv olasan, yəni hər kəsin gözündən məsələyə baxasan da, sadəcə olaraq burada məsələ nədir? Məsəl üçün, elə Nicat da hal-hazırda rejissorumuz bizə göstərir, izləyicilərimiz də görürlər epizodları. Bu epizodda, ilk epizodda hakim VAR-a getmişdi, düzdür? Qırmızı vərəqədə. Bəli. Yox, VAR-a getməmişdi. Getmədi. Bu o deməkdir ki, çünki səhv eləməmək üçün yenidən səndən soruşuram, niyə görə? Bu o deməkdir ki, VAR-da oturanlar da qərarın doğruluğunu təsdiqləyiblər. Bəli. Düzdür? Bəli. Əla. İndi gələk ikinci epizoda. Çünki oyunun onsuz da o qırılma anları budur. Bəli. Ümumi bu epizodlardan sonra oyun haqqında da öz fikirlərimizi bildirərik. İkinci epizodla bağlı oyunun son dəqiqəsidir, son saniyəsidir hətta. O hücum bitəndən sonra çox güman ki oyun qutaracaqdır. Bəli. Düzdür? İndi burada məsələ nədir? Hesab 2-1-dir. Və təxminən 60 dəqiqəyə yaxın Qarabağ komandası 10 nəfərlə oynayıb meydanda. Hətta gəlin belə deyim də sizə. 11-11-ə komandalar oynayan vaxtı üstünlük nə Qarabağın tərəfində idi, nə Sabahın tərəfində idi. Hər iki komandada demək olar ki, ketkəlli oynayırdı, yəni bir-birlərinə konkret belə deyək, üstünlük sağlaya bilməmişdilər. Amma 10 nəfərlə qalandan sonra Qarabağ, mən çox uzun müddətdir. Yəni Qarabağın bundan öncə də oyunlarını görmüşük, 10 nəfərlə qaldığı oyunları. Hətta yadınıza salın, sizin uzaq keçmişdə, çox da uzaq deyil, Zalzburgla görüşdə Qarabağ 9 nəfərlə rəqibə qol da vura bilmişdi. 2-1 olmuş, Reynaldonun vurduğu qol. Reynaldonun vurduğu qol. İlqar Qurbanovun məşhur ötürməsi. Bəli, yəni söhbət ondan gedir ki, bu Avropa səhnəsində və Avropada kifayət qədər tanınmış bir kluba qarşı vurulan bir qol idi. Amma Sabahla oyunda Qarabağ meydanda azlıqda qalandan sonra mən çox uzun müddətdir ki, Qarabağın bu qədər belə deyək də, öz meydanına qapanıb sadəcə rəqibin hücumlarının qarşısını almaqda və hücum qurmaqda çətinlik çəkdiyini görməmişdim. Niyə görə bunları deyirəm? Ona görə bunları deyirəm ki, bax həmin bu ikinci epizod. Burada hakim bir dənə ekrana bax, xanımlar, zəhmət olmasa. Bax, burada yox. Bax, indi bax, yan hakim, düz yan hakimin qabağındadır epizod, düzdür? Və Rəvanın qabağındadır epizod, yəni oyunun baş hakimi. Görür. Tutalım ki, hakim bunu görmədi, yəni nə mənada qərar verə bilmir də. Yəni Rəvanın oradan görmə ehtimalı da bir qədər azdır, çünki arxadan əla. Amma varım. İndi ora gələcəm. Yəni burada hakim görməyə bilər. Düzdür? Amma var da, yəni var niyə görə var? Belə epizodları. Yəni o oyundakı o qaranlıq qalan məqamları aydınlığa çıxarmaq üçün. Düzdür? Yəni bu epizodda
Mənim fikrimcə bu penaltidir. Mənim fikrimdə niyə görə? Çünki artıq belə epizodlarda cərimə meydançasının içində futbolçular əllərini bağlayaraq gedirlər. Məsələn, yenidən epizodu ver. Bax görsən, Pullaç var ha, bax Pullaç. O topa yaxın əlini bağlayıb ki, top əlimə dəyməsin. Bax fikir ver, görsən, əlini bağlayıb. Digər oyuncu kimi üçün isə hər iki əli açıqdır. Düzdür, qardaş? İndi burada bir komanda iddia edir ki, bu penaltidir, haqları da var. Digər komanda isə iddia edir ki, penalti deyil. Qardaş, burada sən özün çağır, Ayravan. Get, vara denən ki, mən baxmaq istəyirəm bu epizoda. Var sənə çağırmırsa, özün get. Amma burada prosedur belədir ki, var sənə dəvət etmirsə getmirsən. Var dəvət Başa düşdüm. Prosedur da başa düşdük. İndi burada mən sənə bir jurnalist kimi sual verirəm. Burada varın çağırmama səbəbi nə ola bilər? Görünən o ki, var da razılaşır. Ki epizod penaltı deyil. Var nə vaxt çağırır? Bu dəfələrlə Affanın yayımladığı roliklərdə də qeyd olunur ki, bir dənə çox üzr istəyirəm, yadımdan çıxartma. O sözlərdə qüvvət olaraq səndən soruşuram. Səncə dünyanın hansısa istənilən nöqtəsində, Mozambikdə, nə bilim, Gvineyada, nə bilim, Slovakiyada, Sloveniyada, Azərbaycanda fərq eləməz. Bu epizoda bir mənalı şərh verə biləcək, hansısa bir struktur ola bilər ki, bir mənalı burada ya penalti var ya yoxdur. Əgər bir epizodda şübhə varsa, mütləq hakim dəvət olunmalıdır. Mütləq. Düzdür? Bu epizodda şübhə var yoxsa yox? 100%. Bəs onda niyə çağırılır? Nəzərə al ki, oyunun hansı məqamıdır? Son saniyələrdir, yəni taleyə həll olunur, finala vəsiqə uğrunda. Yəni, mənə də anlaya bilmədim və burada mənim deyəcəklərim var, Ahmet, qeyd etdin. Varla bağlı onu qeyd edeyim ki, var dəvət edir hakim o epizodda ki, hakim aşkar səhvə yol verir və varda bu görülür. Hakimi çağırırlar vara, bildirirlər ki, bizə görə burada aşkar səhvə yol vermirsən və aydın epizoddur. Mütləq epizod aydın olmalıdır. Məsələn, biz ötən verilişdə danışdıq, Zirə Neftçi oyununda hakim Kamal Umudlu vara çağırıldı, varda görüntü yox idi. Yəni belə aydın olmur da, aydın epizod olmalıdır. Digər tərəfdən və yekun qərarı mütləq ki, baş hakim verir. Burada məsələ nədir, Ahmet? Futbol oynamısan uzun müddət, mənim özüm də müəyyən qədər oynamışam. Cərimə meydançasından müdafiə olunan futbolçunu bu şablondur, əlifbadır. Biz hamımız yaxşı bilirik ki, əl arxada müdafiə olunan futbolçu, hücum edən futbolçunun üz-üzə qalır. Burada əlin təbii vəziyyəti deyilir, bu bir qədər fərqli anlaşılır. Əlin təbii vəziyyəti o demək deyil, cərimə meydançasında belə gəzməlisən. Mənə görə belə deyilən bir anlayış yoxdur. Əlin təbii vəziyyəti onda qüvvəyə minir ki, anidən cinahdan bir asma olur və ya bir zərbə olur, cərimə meydançasının içərisində bir zərbə olur, anidən olur və artıq özünü yığışdıra bilmirsən və sənə toxunur. O da əl də tam açıq olmadığı vəziyyətdə artıq əlin təbii vəziyyəti sayıla bilər. Bu epizodda diqqət edək. Bax, Puxaçdır, Velko Simicdir. Sən Puxaça diqqət elə, elə görüntü gedə-gedə olsun, zəhmət olmasa. Puxaç əlini yığışdırır. Mən onu deyirəm də. Düzgün qeyd elədin ki, Puxaç düşünmürəm, əlin aparır sinəsinə yığışdırır. Bir müdafiəçi instinkti var. Simic o qədər rahatdır ki, cərimə meydançasında. Hətta əlini qaldırıb, kiməsə göstəriş verir və sonra yenə gizlətdir. Və burada digər detal ondan ibarətdir ki, durana fikir ver, top dayanır və düşünür. Nə edəcəyini fikirləşir. Burada ən azından 2-3 saniyə sənin möhlətin var ki, müdafiə olunan tərəfsən, əlini gizlədəsən, normal qaydada futbolçunun üzvə mübarizəyə gedəsən. Yəni bir anda baş verən ötürmə deyil, zərbə deyil. Sən rahatlıqla əlini gizlədə bilərsən. Gizlətmədiyin halda cərimə meydançasına gedən ötürmənin qarşısını kəssən. Bəs mən də sənə sual verirəm ki, hakim, burada mən keçən oyunda da qeyd eləmişdik, o baş hakimlə bağlı hansı oyun idi? Zirənin oyunu, Neftçi ilə. Səhv eləmirəmsə, Zirənin oyunu. Bax, burada məsələ vardan gedir ki, vardakı hakim niyə çağırmır? Bax, indi mən sənə bir dənə söz deyim. Sabah komandası rəsmi olmasa da, bəzi mən səhifələrdə gördüm ki, səhv eləmirəmsə, ötən mövsüm Qarabağla oyunda
Romao'nun epizodu. Məncə orada da təmiz penalti var. Mən razıyam, həmin epizodda da penalti var. Amma o epizodla bu epizod eyni epizod deyil. Orada Sabahın futbolçusu ani zərbə vurur və sən də cərimə meydançası içində hərəkətdəsən. Hərəkətdə olanda təbii ki, əli sən bu formada gizlədə bilmirsən. Əslində o epizodu tapa bilsəydi verə bilərdi. Məsələn, Silvanın epizodu var bu oyunda. Qarabağ müdafiəçisi. Adam cərimə meydançası kənardan asma gəlir, əli arxasındadır. Zərbə vurulur, əli arxasındadır. Yəni Silva başqa planetdən gəlmir ki, həmin çempionatda oynayır da. Toral Bayramovun epizodu var. Əl arxada müdafiə olunur. Və həmin epizodda Ronaldo, yəni bir anda olan zərbədir. Mənə görə o da penaltidir. Söhbət ondan getmir. Müqayisə edəndə. Amma burada bir anlıq zərbə deyil də, düşün, duran topu saxlayır, düşünür, nə edəcəyini fikirləşir. Yəni bu qədər zamanın varsa və məsafə məsələsi var Ahmet. Burada ən az 2 metr məsafə var.